A böl B nisbəti və bu ifadəyə görə bizdən A plus B cəmini tapmaq tələb olunur. Bizə məlumdur ki, bu ifadəmizdən A-mız 3K-ya, B-miz isə 5K-ya bərabərdir. Yəni əkob AB, yəni 3K, 5K və əbob AB 3K, 5K. Bu ifadədən K-nı mötərizə xaricinə çıxarsaq, K vuraq əkob 3, 5 minus, buradan da K-nı mötərizə xaricinə çıxarsaq, əbob 3, 5 almış olarıq ki, bu da bizdə 56-ya bərabərdir. 3 və 5 sadə ədədlər olduğundan onların əkobu hasilinə, yəni 3 vuraq 5-ə 15, K-ya vursaq 15K minus, əbobu isə 1-ə bərabərdir. K-nı 1-ə vursaq K eləyir. Bu da bizdə 56 verir. 14K bərabərdir 56 və K-mızı buradan 4 tapmış oluruq. Amma A-mız 3K-ya, yəni 3 vuraq 4, 12-yə. B-miz isə 5K-ya, 5 vuraq 4, 20-yə bərabərdir. A plus B cəmi isə 32-yə bərabər olur.